Gəldik cismin qüvvə diaqramı, free body diagram, FBD. Bir cismin üzərinə düşən, təsir edən bütün qüvvələrin və momentlərin qrafik şəkildə göstərilməsidir. Bu nə deməkdir? Bu diaqram tarazlıq tənliklərinin qurulmasında başlanğıc nöqtədir. Bu nədir? İndi göstərəcəm. Tutaq ki, deyək ki, bizim belə bir BIM-imiz var, BIM. BIM bilirsiniz də nədir? Bizim dildə tir gedir, İngilis dilində BIM gedir. Belə bir tirimiz var və buna deyək ki, tutaq ki, bu hissədə bir supportumuz var. Support yəni dayaq. Bu hissədə deyək ki, başqa bir formada digər bir supportumuz var. Və məsələn, burada hər hansısa bir yük qoymuşuq. Tutaq ki, deyək ki, buradan belə bir ölçüdə bir dənə belə boru keçir. Bu hissədən də deyək ki, bir dənə də belə boru keçir. Bu biraz daha böyük də olsun deyə. Bunun məsələn free body diaqramını çıxarsaq, free body diaqram yəni cismin qüvvə diaqramı. Biz bilirik ki, buna hansı qüvvələr təsir edir? Məsələn, bunun üzərinə biz qoymuşuq burada bir dənə boru. Bu borunun tam mərkəz hissəsindən borunun artıq ağırlığı qədər və içindən keçən mayenin ağırlığı qədər həmin nöqtədə bir qüvvə təsir edir. Buna deyək ki, F, tutaq ki, 1 qüvvəsi. Məsələn, burada da, buradakı borunun da ağırlığı nisbətində bura ikinci bir qüvvə düşür, F2 qüvvəsi. Və bizdə təbii ki, bu dayaqlar ki var, hansı ki, bu dayaqlar bu tirin sabit vəziyyətdə qalmasına okey, elmi mesaj yazıb. Deməli, buradakı dayaqları necə hesablayırıq? İki dənə, təbii ki, iki istiqamətdə olacaq. Bizdə biri vertikal istiqamətdə olan, tutaq ki, bunu A nöqtəsi desək, RA, bir də horizontal istiqamətdə HA, HA və yaxud da burada da RB, HB. Burada HA ilə HB sıfır olacaq. Düzdür, buna hələ ki keçmirik. Bunu biz Strength of Materials-da keçəcəyik. Sadəcə, belə deyək, qısa bir məlumat olsun deyə deyirəm. Çünki bizə burada horizontal istiqamətdə heç bir qüvvə təsir eləmədiyi üçün bunlar sıfır olur. Bunlar ikisi də sıfıra bərabər olur. Nəzərə alınır. Bizə bu vertikal istiqamətdə təsir edən qüvvələrin təsiri altında dayaq qüvvələrimizdə, yəni vertikal istiqamətdə yönlənən dayaq qüvvələrimizdə, reaksiya qüvvələrimizdə bunlar nəzərə alınır və müəyyən bir dəyər olur. Bunlara əsasən, bunlar neçə newtondursa ona əsasən hesablanır. Bunları eləyəcəyik gələcəkdə, növbəti Strength of Material dərsində. Sadəcə cismin qüvvə diaqramı necə yaradılır, onu misal göstərmək üçün bunu çəkdim. Yəni, qüvvələrimiz göstərilir, reaksiya qüvvələri göstərilir və əgər misalda, məsələn, bunlar bizə verilibsə, həmin, belə deyək, verilənlər əsasında bunlar hesablanır. Təkcə burada biz qüvvələri göstərmirik. Ola bilər ki, hər hansı bir moment də var. Moment nə olduğunu birazdan keçəcəyik. Momentlər də, məsələn, burada hər hansısa bir, tutaq ki, deyək ki, belə bir support olduğunu düşünək. Tutaq ki, bura bir divardır. Bura bərkidilmiş bir BIM olduğunu düşünək. Yəni, buna deyirlər bizdə fixed support. Fixed support yəni sabit dayaqda. Fixed supportda artıq fixed support heç bir hərəkətə icazə vermədiyi üçün burada bizim həm bu istiqamətdə qüvvəmiz olur, həm bu istiqamətdə qüvvəmiz olur, həm də momentimiz olur. Yəni, çünki fırlanmaya da icazə vermədiyi üçün moment olur. Moment nə olduğunu birazdan keçəcəyik aşağıdakı slaytlarda. Momentləri də bu free body diaqramda göstəririk. Ola bilər ki, məsələn, burada müəyyən bir fırlanma momenti var. Bu, məsələn, tirdə bunlar da göstərilməlidir. Belə. Deməli, məsələn, bir qutu masa üzərində dayanıbsa, ona təsir edən qüvvələr, məsələn, göstərəsi olsa, tutaq ki, bu bizim masamızdır deyək. Burada da bir qutu dayanıb. Bunun özünün ağırlığı nədir? Məsələn, deyək ki, weight-də W ilə göstərdik. Reaksiya qüvvəsi tam bunun əksi istiqamətində yönəlmiş yuxarıya. Normal force. Məsələn, bunun reaksiyası, burada dayağı var axı, düzdürmü? Bayaq, məsələn, bir tirdə biz dayaqları göstərdik də, düzdür? Tirdəki dayaqları əsasən dedik ki, məsələn, iki qüvvələr var. R, var, H. Burada, məsələn, bizdə
soldan və sağdan, yəni horizontal istiqamətdə hər hansısa bir qüvvə təsir eləmədiyi üçün bizim normal force'umuz avtomatik hara yönəlir? Yuxarıya doğru. Ona görə məsələn burada dayağımız bizim masadır. Masa dayaqdır. Bizim weight-in əsasında da normal force'umuz nə olur? Təsir eləyir və niyə bunlar həmişə bir-birinə bərabər olur? Çünki bu tarazlıqdadır. Tarazlıqdadırsa bizdə belə şərtlərimiz var. Bunlar indi qabaqda keçəcəyik. Yəni məsələn x istiqamətində olan qüvvələrin təsiri 0 olmalıdır. Y istiqamətində olan qüvvələrin təsiri 0 olmalıdır. Yəni bizdə y istiqaməti, yəni bu istiqaməti götürsək, y istiqamətində iki qüvvəmiz var və iki qüvvə də bir-birinin əksinə yönəlibsə, demək ki, bunların cəmi 0 olmalıdır və bir-birinə bərabər olmalıdır. İstiqamətləri fərqlidir. Tutaq ki, bu weight aşağıyadır, y-ın tərsinədir, düzdür, mənfi götürsək, tutaq ki, bu deyək ki, bu mənfi 50 Newtondursa, normal force'umuz da müsbət 50 Newton olacaq. Bu formada göstərilir. İndi bayaq dediyimiz məsələyə gəldik. Qüvvə necə bir kəmiyyət idi? Vektorial. Vektorial nə deməkdir? İstiqaməti də var. İstiqaməti nədir? Bu mənfi 50 deyə göstərə biliriksə, demək ki, mənfi 50 nəyə göstərilir? Yəni, qüvvənin sıfırdan balaca olması anlamına gəlmir ki. Yəni, mənfi istiqamətdə, əks istiqamətdə yönəldiyi üçün biz deyirik buna vektorial kəmiyyət. Ümid edirəm ki, burada hər şey aydındır. Keçdik. Cismin qüvvə diaqramında bu iki qüvvə oxlar üzərində göstərilir. Bunu çəkdik, göstərdik. Cismin qüvvə diaqramı hər bir statika və dinamika məsələsində ilk addımdır. Yəni, məsələni eləməyə başlayanda biz nə etməliyik? Bizə verilən qüvvələr əsasında onun FBD-sini, yəni free body diaqramını çəkirik və həmin verilən qüvvələr əsasında da başlayırıq artıq hesablamalarımızı eləməyə. Düzgün qurulmamış diaqram yanlış nəticələrə səbəb ola bilər yox, olur hətta. Deməli, məsələn, burada bizim iki misalımız var. Məsələn, burada bayaq mənim göstərdiyim kimi bir fixed support göstərilib və üzərində də müəyyən nələr göstərilib. Məsələn, burada bir momentimiz var, 5 kN metr, 3 kN bir qüvvə burada, 6 kN qüvvə burada. Məsələn, biz bu qüvvəni necə göstərəcəyik? Buradakı qüvvəni, rəngini dəyişək. Məsələn, buradakı qüvvəni iki qüvvəyə ayıracağıq. Biri bu 6 kilonewtonun F, Y istiqamətində olan hissəsi, bir də sağdan sola doğru F, X istiqamətində. İki dənə qola ayıracağıq və bu iki qolun təsiri altında bu qüvvəni analiz edəcəyik. Yəni, bu istiqamətdə müəyyən bucaq altında yox, bu bucağın təsiri altında bu F, Y neçə olacaq, F, X neçə olacaq, onu tapacağıq və ona əsasən hesablamalarımızı aparacağıq. Məsələn, burada bax, eynisini eləyib. Bu fixed support olduğu üçün fixed support nə deməkdir? Sabit. Yəni burada elə bir sabitlənib ki, bizim tirimiz. Bu tir burada nə aşağı yuxarıya hərəkət eləyə bilir. Deməli biz həm aşağı, həm yuxarı istiqamətdə hərəkəti belə deyək, qadağan eləmişik deyə, yəni bunları sabitləmişik deyə, avtomatik nə olur? Bizdə burada F, Y nəyi yaranır? Belə deyək, reaksiya qüvvəsi yaranır. Sağa sola da hərəkəti sabitləmişik. Sağa sola da hərəkət yoxdur. Ona görə bizdə yaranır Fx və yaxud da bayaqki kimi HA kimi göstərmişdim bu. Həm də fırlanmanın qarşısı alınır. Yəni biz bunu bu nöqtə ətrafında, bu ox ətrafında fırlada bilmirik. Ona görə bizdən nə də yaranır? Moment də yaranır. Həmin moment də burada bu şəkildə göstərilib. Qalan da qüvvələr olduğu kimi göstərilib. Qüvvələrdə hər hansı bir dəyişiklik yoxdur. Artıq bu nəticə əsasında biz başlayırıq hər hansısa bir məsələni həll eləməyə. İndi bunları görəcəyik növbəti dərslərdə. Davam edək.